Allahın bənzəri yoxdur. Allahla əlaqənin də bənzəri yoxdur. Heç nə ilə müqayisə eləməyin. Allahla insanın münasibəti özü kimi bənzərsizdir. Heç nə ilə müqayisə eləməyin. Adam atasını çox istəyir, anasını çox istəyir, qardaşın, bacısın, həyat yoldaşın, övladın istəyir. Bunlar hamısı məhəbbətdir. Bunların heç birindən deyil Allahla münasibət. Heç birindən. Tamamilə başqa cinsdəndir, başqa növdəndir. Ona görə biz məhəbbət deyəndə gördüyümüz budur deyə gəl bununla müqayisə edirik, başa düşə bilmirik. Allahla əlaqə nə deməkdir, bəyan eləmək olmur. Necə özü bənzərsizdir, ona münasibət də bənzərsizdir. O ki deyirik, qəm var bu münasibətdə. Biz o qəmi təcrübə eləməmişik deyə başa düşmür o qəm nədir. Çox səhv salır dünya qəmi ilə. Bu gözün açıb nəyin qəmin görüb? Məsələn, pulum əlimdən çıxdı, qəm. Vay, dünya başıma uçdu. Heç adam dindirmək istəmir onu. Oturub qaşqabaqlı, acı sifətlə falan. Deyəndə mənəviyyat qəmi, bu ki onu təcrübə eləməyib, gətirir bununla müqayisə eləyir. Görmürsünüz ki, bir arif otura qəmli, məsələn, gələsən, desən Allah əl çəkmənlə mən öz dərdimi çəkirim. Belə bir adam görmürsünüz. Bu qəm ondan deyil, adam əsəbləşdirsin. Bu qəm o növdən deyil. Çoxu səhv salır. Bu bədbəxtlik deyil, biçarəlik deyil. Qulir ruh min əmri Rabbi. Allahın sözünə bax. Deyir, ruh mənim sirlərimdəndir. Allahın sirridir. Allahın sirrini açmaq elbirsən asandır. Nələr var bu ruhda ki, deyir, ruh haqqında sizə az şey məlumdur, o mənim sirrimdir. Allahla bəndə arasında sirdir. Sən Allahın sirr aləminə daxil olursan özünü tanıyanda. Asan məsələ deyil. Adamı məhrəm eləsinlər. Sən gərək Allahın o sirlərini aşkar eləmək üçün sən gərək xeyli yol gedəsən ki, o qapı üzvü açılsın.